Bu Ozan Akbaba'nın da o arvadı var. Bütün camı boğazıma yığ vallahi. Yəqin məndən şərik olanlar olacaq da, indi olmayanlar da olacaq. Bu yaxşı oğlandı. Aktyordu. 40 ilin başında da bir dəfə zirvə yaşayır. Sənəti tutub da, rolunu da oynayıb, kişi kimi oynayıb. Xat olubdu. Gedib sinəmi öpüb. Rolun final sezonuna çıxırsan, orada öpüşmək səhnəsi var, öpüb. İndi haran açırsan, peşimandıq, TikTok'a girənmirik. Instagram'a girənmirik, YouTube'a girənmirik. Haran açırsan, Ozan Akbaba'nın arvadından öpüşdülər. Evinizdə yatağınız yoxdur. Öpüşməyə bir gülşəniz yoxdur. Gərək illa xalqa göstərməlisən, başqa kişilər də görməlidir ki, sən də öpüşə bilirsən bu cür. Kimə pas ötürürsən az. Hə? Yemədik. Beyquş. Bir güzgüyə bax da boş olanda gör nəyə oxşuysan. O cür yaraşıqlı, xarizmatik oğlanı qapıbsan, yandığından eləyirsən dərdinidir. Aktyordur. Gedir orada sinəm öpür, aldığı maaşı da gətirir, sana verir, zıqqımlanırsan. Bəsdir də. Qıraqdan sən nətər görsənsən, için elə bir ki yandımsan. Yandıqsan az. Bəsdir də day. İmkan ver, bu dünyada şöhrət yaşayır ərin. Sevin, ondan fəxr elə. Dünən 2000 milyon dənə rol oynayıb, hardaydınız? Ne oldu indi qıcıqlandın, ne var şöhrət yaşayır. Özün onun böğrünə soxuşturmazsın. Arvadsın o evində, işin var işində, balalarınla ol, ərində nigaran qalmasın. Evdə görüləs işlər, çöldə görüləslər də evdə görməyin. Evlənirəm, başa düşsən. Gül kim oğlanlar gedir gör, kimlərə qismət olur.